Niyə məhz Səmavi nəfəsi əvəz edəcək, yəni belə çıxır? Çünki mən bildiyimə görə bu mahnı nəfəs oxumuş, sənin xoşuna gəlməmişdi. Onu oxumağı, sən bu xanımla onu oxudun və burada daha sənə çox yatdı bu mahnı. Onlarla fərqi nədirsə, Onu birazdan Səmavi yəqin ki, öz oxunuşunla cavab verəcək. Öz oxunuşunla göstərər ki, yəni nə ilə fərqlənə bilər. Bu Səmavinin ilk efiridir, ilk sınağıdır. İnşallah ki, bundan uğurlu çıxar. Yəni Səmavinin ən üstün tərəflərindən biri odur ki, mən onun canlı oxunuşunu bəyəndiyimə görə, seçdiyimə görə, ona görə. Mən çünki bir çox efirlər olub ki, duet ortaqlarımla belə anlar yaşanıb ki, xarici oxuyublar, səs qaçıb, yerində olmayıb, həyəcanlanma olub, nədənmi? Və səhəri gün bütün şəbəkələrdə paylaşılıb ki, Akşinin duet ortaqları yəni bu cür oxudu falan. Mən də o riskləri artıq təkrar yaşamamaq üçün növbəti seçəcəyim yeni ulduz, yeni duet ortağımı elə bir adam seçməliydim ki, onun canlı ifası güclü olsun.